Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Dostlar bugün cücələrimizə həm belə qurd dərmanı vermişdik. Cücələrimizə dediyim daha doğrusu hündüşka, sesar və brahmalarımıza. Onlardan bəhs eləyəcəm. Həm də dedim elə bu damdayken hündüşkaları görmək istəyənlər vardı. Mən də sizə göstərmək istəyirdim. Ona görə indi burada hamınızla bərabər deyirəm baxaq hündüşkaları da göstərib, həm də qurd dərmanı necə verilir və yaxud da ki ən azından neynədim ondan bəhs etmək istəyirəm sizlərə. Videomuza keçmədən öncə çox xahiş edirəm, əgər kanalımıza abunə deyilsə kanalımıza abunə olub videonu da bəyənməyi unutmayın. Yorum da yazsaz çox məmnun olaram, sevinərəm. Demək dostlar, hündüşkalarımız buradadılar. Hündüşkalarda bilirsiniz ki gözdə şişmə var idi əvvəllər, hardasa bir ay bundan qabaqda. Mən ona getmişdim, streptomycin idi deyə səhv eləmirəmsə dərmanın adı. Bir də pensilin iynəsi vurmuşdum, baytarla məsləhətləşmişdik daha doğrusu. Elə uyğun görmüşdük, vurmuşdum və xeyrində görmüşdüm. Amma mən cəmi bir dəfə vurmuşdum. Siz mümkünsə əgər alacaqsınızsa, məsələn elə şey varsa sizdə vurmaq istəyirsinizsə 2 dəfə alın. Streptomycin bir də pensilin. Mesela alın vurun 2 gün sonra tekrar vurun. O daha efektif olur. Ya 2 gün sonra ya 3 gün sonra tekrar vurun. Məndə hündüşkalar qəşəng düzəlmişdilər. İndi hal-hazırda 4-5 gündür təzədən yenə də məsəl üçün orada o boz hündüşka var, o biri digər gözündədir. İndi yəqin ki çevirsə görərsiniz. Onda var. Balaca hündüşka dünəndən yenə təzədən gözü şişməyə başlayıb. Bir də başqa birində də var idi. Hansındasa bilmirəm. Yenə gözü şişmə bunlarda yaranıb əmələ gəlib. Çünki son 4-5 gündür havalar dəhşətli dərəcədə isti keçir. Yəni belə deyim də sizə 40-41 dərəcə falan keçdi deyə. Ona görə təzədən şişmə yarandı. Bu bizdə hal-hazırda istidən yaranır. Çünki hündüşkalarım zaten gündüz çöldə gəzirlər, gecədə damların üstündə yatırlardı. İçəri salmıram ki damlar istidir. Amma artıq sabahdan bunları da damlara salmağa, yəni bura salmağa başlayacağım. Çünki səhər çox tez düşürlər, gedirlər şeftizatda gəzirlər. Yəni artıq gördüm ki, hündüşkanın birində ayağında çiçək yaranıb. Yəni o şeftdən qorumaq üçün dama salmaq məcburiyyətindəyəm. Ona görə sabahdan bunları artıq bura salacağım. Biraz gec buraxacağım. Yəni hardasa saat 1-10-da falan buraxacağım təxmini çölə. O göz şişmə də çox belə böyük təhlükəli bir şey də deyil, amma olmasa yaxşıdır. Çünki heyvanı zəiflədir. Onu da deyim sizlərə. Daha sonra neden danışacaqdım sizlərə hündüşkalar haqqında? Hündüşkalarımızın 3 ay tamam olub 4 ayına keçiblər. Yəni bugün ayın 3-üdür, avqustun 3-üdür. Deməli iyulun 25-i filan bunların 3 ayları tamam olub 4 ayına keçib. Hətta içində 3 dənəsi var ki, onların 3 ayları təzə tamam olub. Hətta bir deməli onlardan hətta təzə tamam olmuyor. Bugün tamam olub. Çünki onlardan 8 gün balacadılar. Belə demək. İçində 3 dənəsinin 3 ayı bugün tamam olub. Dən verdim bunlara. Yəqin ki az vermişəm. Qurd dərmanı attırmışdım deyə 2 saat az saxladım. Dənlərini az vermişəm. Yeyib bitiriblər indi. Gətirib təzədən təkrar əlavə verəcəm bunlara. Elə belə tökdüm. Sonra gördüm qurd dərmanı evdətdiyini. Evdən gətirinə qədər biraz vaxt çəkdi. Çəkilərindən desən ki, Ayxan məmnunsan. Belə də mənə görə bir hardasa bir 10 gün geriden gelirler inkişafları. O da bir ara bunların göz şişmə tutdu. Sonra şeydən yemdən çox hazır yemdən, yəni şəkər yemdən buğdaya çox tez keçdim. Onun da təbii ki təsiri var. Yəni bunları 2 ayında kəsdiyim şəkər yemlərini əslində bunlar körpəlikdə də biraz xəstəlik falan keçirmişlər deyə. Ona görə lazım idi ki bunları məsələn 3 ayına kimi, ən azından 2 ay yarıma kimi mən bunları şəkər yemdən bəsləyimdə buğdaya tez keçməyim. Amma belə pis deyirlər. Təbii ki bu bilirsiniz içində cırları falan var. Sonra keçmiş videoların birində demişlər ki gör ana hündüşka nə qədər balacadır ki balalar gəlib artıq anaya çatıb. Yəni normaldır. Bu vaxtı balalar artıq anaya çatır. 3 ayında, 2 ayında demək olar ki yaxınlaşır. 3 ayında, hətta 4 ayında erkəklər ana quşları keçəcəklər. Hətta indidən bəzi erkəklər var ki içində keçiblər. Dişilər də yenə bənzər ana hündüşka boyda olacaqlar artıq 4 ayında filan. Burada bu hündüşkaların anası yoxdur. Desəz niyə yoxdur? Çünki sesarların anası ilə bir-birlərini savaşırlar. Ona görə ona attırmadım, attım çölə. Amma sesarların anasına dərman attırmışam. Burada da brahma cücələrimiz var. Brahma cücələrimizə bunların da 3 ayları olub səhv eləmirəmsə.
Məncə olub. Tam olaraq yadımda deyil, amma 3 ayları olub. Hətta böyüklərin bəlkə də o içində bir neçə dənə böyük var. Onlar artıq 4 ayına yaxındır. Bunlar onlardan biri 20 gün balacadır. İçində bir qism var ki, böyüklərdən 20 gün, 25 gün hardasa balacadırlar. Bunlara ümumiyyətlə qurd dərmanı verməmişdim. Çox böyük səhv eləmişdim. Çünki cücədir, hündüşkadır, nədirsə 2 ayında mütləq şəkildə qurd dərmanı verin. 2 ayından tez zaten qurd dərmanı vermək məsləhət deyil. Yəni təbii ki, heyvanlarınızı görürsünüz ki, qurddan əziyyət çəkirlərsə verə bilərsiniz. Amma 2 ayından tez onsuz cücələrdə də o cürə, yəni cücəni zəiflədəcək, hətta necə deyim, xəstə edəcək qədər qurd yarana bilməz. Nə cücədə, nə hündüşkada, nə digər heyvanlarda. Ona görə 2 ayından sonra qurd dərmanı verirsiniz, daha məsləhətlidir. Mən də 2 ayında bunlara verməmişdim. Hətta bəzisi 4 ayına keçib, bəzisi 3 ayını tamam edib bu şey. Yəni gecikmişəm də belə demək lazımsa. Bu da mənim buraxma cücələrimizi həqiqətən çox zəiflədi. Bir də bunları ayrı salacaq yerim yoxdur. İstədi də damlar. Ona görə böyük cücələrlə burada mı salıram? Burada da böyük cücələrlə yaxşı yemlənə bilmirlər. Düz deyə böyük cücələrə zaten yemi çox tökürəm. Yəni qabaqlarında qalacaq qədər yem tökürəm, amma yenə də bunlar onlardan biraz qorxurlar. Çünki onun içindəki xoruzlar bunları vurur, döyürlər də bunları biraz. Ona görə bunlar biraz zəiflədilər, sözün açığı demək lazımsa. Amma yenə də narazı deyirəm, pis deyirlər, yaxşıdırlar vəziyyətləri. Bir qismi, bir çoxu da ora yığışıb buraxma cücələrimizdən. Deyəsən bir dənə və ya 2 dənə də qaçıb çölə. Onları sabah təkrar verərəm də qurd dərmanı. Onlara da sabah təkrarən qurd dərmanı verirəm. Onlar da ayrılsınlar. Orada da belə içində var. O bunların içində qalan balaca cücələrdəndir. Yəni bunlarla bərabər çıxıb, amma yerli cücələrdir. Sesararın zaten vəziyyətini görürsünüz. Sesararı ilə qurd dərmanını atdırmaq o qədər çətin oldu ki, mənim üçün. Uçurlar bunlar. Birisi də vəhşi quşlardır. Biraz da hürkəyol olaraq. Bunları tutmaq həqiqətən çox çətin idi. Amma neysə ki, bir tər verdik. Atam da biraz kömək elədi. Tutduq, verdik dərmanların. Bunların vəziyyəti budur. Sizə bax bu dərmanı belə açım göstəreyim. Mən bunu qutu ilə birlikdə almışam. Çünki məndə heyvan çoxdur. Bunun hamısı demək olar istifadə olunacaq. 2 dənəsini əski ala bilərdim. Əslində 10 dənə yox, 8 dənə ala bilərdim. Amma dedim onsuz payızda toyuqlarınıza da verəcəm. Hündüşkalara təkrarən bir də qurd dərmanı veriləcək 1 aydan sonra, 20 gündən sonra. Ona görə dedim elə bəri başdan alım. Zaten təkrar gedib almanın nə adı var? Baxın belə qurd dərmanıdır. Nikolavorm adı gedir. Nikolavorm. Nikolasam var idi. Sonra bunun şeyi var. Demək İran hərflərinə olanı da vardı. Qabaq İran hərflərindən gəlirdi. İndi bu səhv eləmirəmsə Hindistan istehsalı olmalıdır. Deyək bilməmək şərti ilə. Çox səhv eləmirəmsə bu Hindistan istehsalı olmalıdır. 2029-a kimi vaxtı var. 1250 qramlıqda belə deyim, 50 qramlı yedir, nə ölçüsü oldu da dərmanın, bir tabletkanın. Nəysə, qısacası ona bunu 3 yerə böldüm, bunlara verdim. Ana quşa isə para verdim. Əgər çekilərinə görədir bu dərmanlar, internetdən zaten yazıb çekilərini öyrənə bilərsiniz və yaxud da ki, baytarınızdan öyrənə bilərsiniz. Amma məndən soruşursa, hardasa 3 aylıq, 4 aylıq toyuqdursa, cücədirsə, elə 3 aylıq, 4 aylıq hündüşkadırsa, bunlara 3də 1 hissəsi bəs edir. Amma 4 ayından sonra, məsələn, ana quşdur, iri xoruzdur, toyuqlardır, mən onlara para otdururam. Məsələn, qazdır, ördəkdir, yəni iri halda deyirəm də, məsələn, 3 ayından böyük qazdır, ördəkdir, onlara artıq para mənim məsləhətimdir. Məsələn, səsli ördəklərə 3də 1 hissəsində verirsiniz olar, yəni yetkinlərə. Baxır da kilosuna görə dəyişir, belə demək lazımsa, amma mənim məsləhətim 3 aylıq, 4 aylıq hündüşka, sesardır, tücədir. Bunlara 3də 1 hissəsi, daha böyüklərə isə para utdursunuz, daha məqbuldur. Məsələn, toyuqadır, ana hündüşkəyadır, erkek hündüşkəyadır. Hətta mən erkek hündüşkəyə bütöv atıram. Çünki məndə erkek hündüşkanın çəkisi 10 kilo, nə bilim 12 kilo olur. Əgər elədirsə, o çəkidə erkek hündüşkanı falan varsa, ona bütöv attırmaq daha məsləhətlidir. Məsələn, buraxma xoruza bəzən bütöv attırıram. Çünki onların çəkisi təbii ki, hardasa bir 6-7 kilo ayarlarda buraxma xoruzu. Mənim məsələn o limon buraxma xoruzumun çəkisi 5 kilodan yuxarıda, yəqin ki, bir 6 kilo falan olar onun diri çəkisi hər halda, elə düşünürəm. Yəni elə bir çəkidə heyvanlarınız varsa, təbii ki, onlara para və yaxud da ki, bütöv attırmanız daha məsləhətlidir. Baxın dostlar, elə qurdun birini də sizə göstərim. Baxın, bax düşüb cücədən. Baxın.
Görürsüz. Bayın hansından düşüb bilmirəm. Amma en azından düşüb də heyvanların hansındansa. Təbii ki, bəzən o görürsüz ki, bir topu ilə falan düşür. Yəqin ki, hələ hündüşkalar tökmür. Çünki onlarda qurd həqiqətən var idi. Ona görə hələ ki görmürəm hündüşkalarda elə bir şey. Hündüşkalarda əslində daha çox var. İndi onlar da tökəndə daha böyük olacaqlar. Qurd dərmanını verirsiniz, 2 saat az saxlayırsınız, saat yarımda olar, amma 2 saat saxlasınız daha yaxşıdır. 2 saat az saxlayırsınız, sonra yemin suyunu verirsiniz. Yem suyu yeyib içəndən sonra başlayırlar qurdların tökməyə. Belə bunlar haqqında danışacağım çox bir şey yoxdur. Hündüşkaların çəkisini çəkməmişəm, amma hər halda erkək quşlarım, içində erkək bir neçə dənə quş var ki, hündüşkaların içində. Onların çəkisi harasa bir 2 kilo yarım, bəlkə də 3 kiloya yaxın olar deyə düşünürəm. Dişi quşları amma təxmin edə bilmirəm ki, onların çəkisi nə qədər olar. Biraz da qurdları var deyəni, çox belə aşırı kök heyvanlar deyirlər də. Yəni tam arıq da deyirlər, amma aşırı kökdə heyvanlar deyirlər. Qurd dərmanını verəndən sonra bir gün cücələriniz, heyvanlarınız biraz büzük kimi dura bilər, bir kef dura bilər. Ona narahat olmayın, bir problemi yoxdur. Deyirsiniz ki, heyvanın qurdun olduğunu nereden bileyim? Məsəl üçün, hündüşkalarda qurd olduğunu nereden bilə bilərsiniz? Bəzən görəcəksiniz, hündüşka saxlayanlar bilər. Görəcəksiniz ki, hündüşka durub yerində elə bir çölə gedə bilmir, gücənir. Yəni özün qaldırıb yuxarı, qanatlarını belə açıb, elə bilirsiniz ki, çölə çıxa bilmir də. Necə deyim, belə sanki qəbz olub kimi də, başa düşdün, elə güc verir də özünə heyvan. Onda bilin ki, heyvanların qurdu var. Digər heyvanlarda da, yəni digər toyuqlarda da hardan bilə bilərsiniz? Məsələn, tükləri hamar deyilsə, tükləri tifti-tiftidirsə, heyvan səbəbsiz yerə arıqdırsa, məsələn, baxırsınız ki, heyvanımın qarnına getmir, yəni arxası poxlaşmayıb, batıq deyil, heyvanın qarnına getmir, yemin yaxşı verirsinizsə, heyvanınız zəifdirsə, arıqdırsa, bilin ki, o heyvanda qurd var və qurd dərmanı mütləq şəkildə verərsiniz, heyvanlara lazımdır. Belə bunlar haqqında deyəcəyim başqa bir şey yoxdur. Həm bu göz şişməyə də desəz ki, Ayxan yenə əlavə nəsə edəcəksən bu hündüşkalara təzədən göz şişməyə dərman vuracaqsan. Hələ ki vurmağı düşünmürəm. Əlimdə oksitetraskilin var, ultraseptolum var. Onlardan atmağı fikirləşirəm. Yəni elə də ciddi problem yaratmır hal-hazırda göz şişmə bunlara. O zaten öz-özünə bir də görürsüz ki, çekilip gedir. Yani havalar azca biraz serinleyen kimi o zaten çekilip gedəsi bir şeydir. Prosta hətta bir də görürsünüz dostlar 4-5 gün hava biraz sərin fason olur. Hündüşkaların vəziyyəti elə yaxşı olur. İstidəndir. Yəni məndə hal-hazırda bütün yaranan problemlərin hamısı istidəndir. Çünki rayonumuz isti rayondur. Əlavə olaraq da damların biraz yay üçün şəraitsizdir. Yəni deyirsiniz ki, Ayxan açıqdır da zaten nə şəraitsiz olacaq? Yəni kölgədə deyil. Bunlara damların yanına biraz ağac əkməliyəm ki, damlar kölgədə olsun, sərin olsun. Belə başqa deyəcəyim bir şey yoxdur. Sona qədər izləyənlərə təşəkkür edirəm. Yenə sualınız olarsa yorumlarda yazarsa cavablandırmağa hazıram. Minnətdaram hər birinizə.